Salam müəllimlər, indi mən sizlə 7-ci sinifin 20-ci mövzusu olan balığın isti emalı və balıq yeməkləri haqqında danışacağam. Balıq yeməkləri mətbəximizdə üstünlük təşkil edir. Hansı ki, o yaxşı bir dad keyfiyyətinə görə əvəz olunmaz məhsul hesab edilir. Balıq tez xarab olan məhsuldur. Ona görə də vaxtı keçmiş balıq ətini yemək ağır zəhərlənmələrə səbəb olur. Və hər bir insan balığın təzəliyini mütləq şəkildə müəyyənləşdirməyi bacarmalıdır. Gəlin bunlara baxaq. Balığın xarici görünüşü çox şeydən xəbər verir. Hansı ki, təzə balıq müxtəlif xüsusiyyətlərə malikdir. Bu zaman onun qəlsəmələri qırmızı olur. Xarakterik balıq iyi verir. Balığın üzəri nazik qatlı şəffaf seliklə örtülüdürsə, qarnında şişkinlik yoxdursa, pulcuqları hamardır, təmizdir, parıltılı, gözləri şəffaf, qabarıq, əti elastikdirsə, deməli balıq təzədir. Təzə balığın əzələ qatı bərk olur, sümüklərə kip birləşir, ondan çətin ayrılır və onu suya salan zaman dərhal suyun dibinə gedir. Xarab olmuş balığın qəlsəmələri solğun, çirkli boz rəngdə olur, iyi xoşa gəlməz olur. Qarnı şişir, gözləri içəri batır, şəffaflığını itirir, pulcuqları tökülür, parıltısız, yapışqanlı seliklə örtülmüş olur. Duza qoyulmuş balıq isə dondurulmuş balığın keyfiyyətlərini müəyyən etməkdə nisbətən asandır. Onu isti iynə ilə deşmək lazımdır. Əgər balıq köhnədirsə, ondan çürümüş iyi gəlir. Belə balığı yemək olmaz. Təzə balıq soyudulmamış və ya soyudulmuş ola bilir. Soyumamış balıq təzə tutulmuş, heç bir soyudulmaya məruz qalmamış, bədəninin temperaturu havanın temperaturuna bərabər olan balığa deyilir. Soyudulmuş balıq təzə tutulmuş, bədəninin temperaturu soyuq havaya və ya buzla 0 dərəcəyə qədər soyudulan balığa deyilir. Soyudulmuş balıq tez xarab olur və əgər balıqdan xoşa gəlməz iyi gəlirsə, bu qida üçün təhlükəlidir. Balığın isti emal üsulları var. Hansı ki, isti emal üsullarına qaynatma, buğda bişirilmə, qızartma, pörtləmə, sobada və közdə bişirilmə daxildir. Qaynadılma nədir? Bu zaman balıq dərisi ilə birlikdə adam başına tikələri və ya bütöv halda isti suya qoyulur. Elə qoymaq lazımdır ki, su onun səthini 1-2 sm örtsün. Balığın dərisi 2-3 yerdən çərtilir, tikələrin forması qaynatma zamanı dəyişməsin deyə. Su nə qədər az əlavə edilərsə, balıq bir o qədər dadlı olur. Belə ki, 1 kiloqram balığa orta hesabla 1 litr süd götürülüb tökmək lazımdır. Suya duz, hansı ki 1 litr suya 1 çay qaşığı, dənəvər istiot, dəfnə yarpağı, doğranmış soğan, yer kökü, cəfəri, kərəviz əlavə edilir. Tez qaynama həddinə çatdırılır. Sonra isitmə azaldılır ki, maye qaynamasın. Xırda balıq 10-15 dəqiqə, orta ölçülü və tikələrə ayrılmış balıq 15-20 dəqiqə qaynadılır. Balığın hazır olması çəngəlin köməyi ilə müəyyən edilir. Belə ki, çəngəl ona batırılır və ən qalın hissəsinə batırılır. Əgər çəngəl batırsa balığa rahat şəkildə, deməli balıq hazırdır. Həddindən artıq qaynadılmış balığın əti lay-lay ayrılır. Qaynadılmış balığı yalnız masaya veriləndə bulyondan çıxartmaq lazımdır ki, qurumasın. Balığın isti emal üsullarından biri də buxarda bişirilməlidir. Bu üsulla qaynadılmaya bənzəyir, amma nisbətən az miqdarda suda, su yalnız balığın 1/3 hissəsini örtənə qədər tökülür. Yağ əlavə etməklə hazırlanır. Balıq ağzı bağlı qazanda qaynadılır. Balığın alt hissəsi suda yağla qaynayır, üst hissəsi isə buxarda bişirilir. Qaynadılmada istifadə edilən balıq növləri də buxarda bişirmək üçün yararlıdır. Balıq əti dəridən və sümüklərdən təmizlənir. Doğranmış balıq tikələri dərisi ilə soyulmuş hissələri aşağı olmaqla bir sıra düzülür, üzərinə su tökülür. 1 kiloqram balığa 1,5 stəkan olmaqla su tökülür. Sonda duz, ədviyyat, limon əlavə edilir. Üstünlük təşkil edən üsullardan biri də qızartmadır. Adətən balığa duz, istiot səpilir, unlanır, yağda qızardılır. Balıq bitki yağında qızartmaq məsləhətlidir balığa. Qızardılma zamanı balıq tikələrinin üzərində qızılı rəngdə qabıq əmələ gəlir. Bu zaman balığı mütləq tam hazır vəziyyətdə qızarıb onu çatdırmaq lazımdır. Bunun üçün tavanı qapaqla örtmək, odu azaltmaq, balığı sobaya qoymaq olar. Balıq yeməklərinin növlərindən biri də pörtləmədir.
Balığı sous və ədviyyatlar əlavə etməklə pörtlətmək olar. Bu mövzunu öyrənən zaman mütləq şəkillərə nəzər salın, çünki şəkillərindən verə bilər. Məsələn, birinci balığın qaynadılmasıdır, ikinci balığın buxarda bişirilməsidir, üçüncü qızardılmasıdır, dördüncü pörtləməsidir, beşinci sobada bişmədir, altıncı balığın közdə bişirilməsidir. Təkcə çiğ yox, qismən emal edilmiş balığı sobada və közdə bişirmək olar. Bu zaman çox vaxt müxtəlif soslardan istifadə edilir və ya balıq qarnir ilə birbaşa sobada və yaxud da ki, metal torun üzərində düzülüb közdə bişirilir. İsti balıq yeməkləri masaya ilıq vəziyyətdə verilir. Balıqla qarnir boşqab və ya buluda düzülür. Balıq yeməyinin növündən asılı olaraq sos süfrəyə ayrıca və yaxud da ki, eyni boşqabda verilməlidir. Bu mövzumuzda bu qədər. Diqqətlə qulaq asıb, bəyənib, abunə olub, şərh bildirməyi unutmayın.